Bugün sizə kokoslu, çox ləzzətli, üzəri xırçıltılı, içərisi yumuşaq, möhtəşəm qurabiyələr hazırladım. Ərzaqların miqdarını açıqlama bölümündə qeyd edəcəm. Yumurtanın ağlarının üzərinə şəkər tozu, vanil, bir də kərə yağı, olmasa marqarindən də istifadə edə bilərsiniz. Əlavə edirik və ocağın üzərinə yerləşdirib, ocağın orta ateşində əlimizi dayandırmadan yağ və şəkər tozu tam əriyənədək qarışdırırıq. Burada ocağın ateşini qətiyyən artırmayın, çünki yumurtanın ağları bişə bilər. Ona görə əlimizi dayandırmadan qarışdırırıq ki, həm şəkər tozu, həm yağ ərisin. Əridikdən sonra ocaqdan götürürük, bir dəfə də qarışdırıb, içərisinə sadəcə kokos əlavə edirik. Kokosu əlavə etdikdən sonra yenə də tez-tez qarışdırıb, üzərin örtüb, saata baxırıq bir 20 dəqiqə müddətində gözlədirik ki, qalsın, soyusun. Çünki isti olduqda biraz sizə duru kimi görünə bilər, amma 20 dəqiqə müddətində qalıb tam soyduqda bir qədər də qatılaşır. Soyuducuda artıq qalan yumurta ağlarını sizlər də bu cür dəyərləndirə bilərsiniz. Və artıq 20 dəqiqə keçdikdən sonra artıq tam soyuyub, bir dəfə də qarışdırırıq. Məndə gördüyünüz kimi bu cür ölçü qaşıqları var. Kiçik ölçü qaşığı vasitəsilə bu kütlədən götürürəm. Baxın, gördüyünüz kimi bu cür forma verirəm və məsafəli şəkildə listimizə düzürəm. Formanın içərisindən kütlənin rahat çıxması üçün ölçü qaşığını hər dəfəsində ya bitki yağına və ya adi suya vura bilərsiniz. Bu cür etdikdə, əydikdə və çox rahatlıqla çıxır içərisindən. Bu reseptlə tam bir list dolu qurabiyələrimiz alınır. Öncədən isidilmiş sobamızda 180 dərəcədə 15 dəqiqə müddətində bişirə bilərsiniz. Mən konveksiya rejimində 150 dərəcədə 15-18 dəqiqə müddət arasında bişirdim. Çox tez bişir, üzəri qəşəng xına kimi qıpqırmızı qızarır, içərisi isə pambıq kimi yumuşaq alınır. Amma yeməmişdən öncə mütləq tam soymasını gözləyin. Tam soyduqdan sonra çox gözəl dadı olur. Üzəri gördüyünüz kimi qəşəng xına kimi qızarır, bir qədər belə xırçıltılı kimi olur, yeyəndə də hiss edəcəksiniz, amma içərisi isə yumuşaq alınır. O qədər dadlı, zərif qurabiyələr alınır ki, mütləq hazırlamağınızı tövsiyə edirəm. Evdə olan soyuducunuzda qalan yumurta ağlarını mütləq bu cür dəyərləndirib, sizlər də nuş edin. Videonu yaddaşa verib bəyənməyi unutmayın. Yeni videolarda görüşmək ümidi ilə hələlik.